Salam dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Dəyərli dostlar, diqqətinizə bir şey çatdırım. Çindən avtomobil sifariş eləmək istəyirsinizsə, etibarlı şəkildə bizə müraciət edə bilərsiniz. Təbii ki, Koreyadan və Amerika Birləşmiş Ştatlarından da qəşəng, cağbacaq avtomobil istəyirsinizsə, aşağıdakı WhatsApp nömrəmlə mütləq əlaqə saxlayın. Halit Ergenç en yakın arkadaşı Timuçin Esen'le karısı Bergüzar Korel'in yeni filmdeki öpüşme sahneleri sorulduğunda aşın bunları artık, oradaki sanata bakın, kaçıncı yüzyıldayız, yobaz düşünceler eskide kaldı. Halit Ergenç aktörlüğü, sənəti bir söz deyəmmərəm, yaxşı aktördür, amma okey, arvadıva icazə verirsən, aktrisadır o da, çox güman ki evlənəndə qarşılarına, belə deyək də, bir-birlərin qarşısına şərt qoyublar ki, biz aktyoruq, sabah öpüşmə səhnəsi olanda sən mənə söz deməyəcəksən, mən də sənə. Öz işləri də özü bilər. Heç kəsin ailəsinə, heç kəsin boynunun yoğunluğuna biz qarışa bilmərik. Hər kəs özünə cavabdehdir. Amma sən durub desən ki, yobaz düşünceler eskide kaldı. Yani geriçi, cahil düşünceler. Yani bir adam bir kişi öz həyat yoldaşını qısqanırsa, deməli geriçidir, səviyyəsizdir, geridə qalıb. Bunlara görə, ya bu binamuslara görə. Bunu normallaşdırırlar və bunun təbliğatını da qəşəng şəkildə aparırlar. Sosial şəbəkələrdə də siz görürsünüz bunu. Bunlar düşünürlər ki, namus, qeyrət, əxlaq müasir dövrdə geriçilikdir, geridə qalmışlıqdır. Amma bu axmaq səviyyəsizlər, bu binamuslar düşünmürlər ki, 10 min il bundan qabaq. Bu Yunanistanı götürək. Orada da yəni eyni cinslərin münasibəti antik dövrdə olub və bu normal qarşılanıb. Namus, qeyrətlə bu kimi şeylər olmayıb. Demək belə çıxır ki, antik dövrdə yaşayanlar indikilərdən daha müasir olub. Bunlar fikirləşir ki, açıq deyim də, zaman keçdikcə, illər keçdikcə 2026-cı ildirsə, bu dövrdə namus, qeyrət keçməməlidir. Yəni, bunların düşüncəsinə görə. Özü bilər, öz arvadıdır, kimlə yatır, kimlə şey eləyir, özü bilər. Azərbaycanda da iş burasındadır ki, düzdür, televiziyada, seriallarda filan çox da yoxdur. Bəlkə də heç yoxdur bu kimi binamusluq təbliğatları filan. Amma fakt qadın verilişləri deyilir. Onlara qadınları əstəğfurullah təhqir eləmirəm. Yəni o verilişlərə qadın proqramları deyilirlər. Zaurun, nə bilim o birisi, Zaurun, Elgizin bu tipli proqramlar. Seriallarda yoxdur, amma əxlaqsızlıq həmin proqramlarda var. Yəni bunu yeridirlər insanların beyninə ki, müasir dövrdür. Bütün məhəllə bir-birinə şeyli. Əsl sevən kişi bir qadının keçmişində 1000 kişi keçsə belə onu qəbul edən kişidir. Namus, qeyrət söhbətləri yalnız sevməyən kişilərə məxsusdur. Bu kimi söhbətləri ancaq 1000 kişi ilə yatan bir arvad, qadın deməyim olar, arvad çıxarda bilər ortaya. Əsl kişi, ya okey, başa düşdük, bir qadındır, xanımdır, bu keçmişdə də olub, sevdiyi insan ola bilər. Yəni, heç kim deyəməz ki, mənim həyat yoldaşımın və yaxud da nə bilim, bacımın və yaxud da əmim qızının sevdiyi kimsə olmayıb, ola bilməz, bu mümkün deyil. Yəni, insandır da sevir. Sənin, belə deyək də, xanım, yaxının keçmişdə kimisə sevirsə və yaxud da sevirsə, bu binamusluq deyil. Amma 1000 kişini sevibsə, bu biraz başqa şeydir. Bu da, bilməm, çox güman ki, 1000 dənə sevgilisi olub, ona görə özlərinə haqq qazandırmaq üçün belə video çəkib paylaşırlar. Eynən, bayaqki kimi, bayaq Halit Ergenç söhbətində dediyim kimi, binamusluğu şey eləyirlər, legallaşdırırlar. Yəni, bir kişi, əsl kişi qısqanmamalıdır, əsl kişi
peysərliyi boynuna almalıdır, peysərliyi götürməlidir öz üzərinə. Əsl kişi, bir sözlə əsl kişi bunların düşüncələrində kişi deyil də, yəni bildiyin peysər bir namusdur. Bu videonu çəkən bu arvad yəqin ki min dənə kişi sevgilisi olub və bu kimi video çəkib. Deyilənə görə bu Bakıdadır. Lap olsun başqa yerdə fərqi yoxdur. Oradakı qadınlar, bunu alqışlayan, ho eləyən qadınlara da mən yaxşı baxmıram. Deyirlər ki, rəqsdir, sənətdir. Yaxşı, bu bir qadın olsaydı, göbək rəqsi oynasaydı, gəlib orada belə şey eləsəydi və oradakı qadınların kişiləri durub, yəni kişilər durub qadına o eləsəydilər, cırardılar kişilərin ağzını ki, sən nə o eləyirsən. Deyə bilərsiniz də, bəlkə bu şeydir, nədir onun adı, cinsi azlıqdır, buna qısqanmırlar öz qadınlarını. Fərqi yoxdur. Fərqi yoxdur. Ortada əxlaqsız bir rəqs var, əxlaqsız bir tərz var və normal əsl kişi, özünə kişi deyən, öz qadınını erotik məclisə buraxmaz. Artıq bu mövzulardan iyrənirəm, dostlar. Amma əks təbliğat da aparmaq lazım deyə, hamımız susaq deyə, hərə özü, kim nə istəyir özü bilər, mən öz ailəmə cavab deyəm. Amma bunu normallaşdırırlar. Sabah bu sizin də ailənizə sıçraya bilər. Sizin övladlarınız da bunu normal qarşılayandan sonra onlar da belə ola bilərlər. Deyər ki, bu normaldır da. Əks hücum lazımdır, mütləq şəkildə lazımdır, dostlar. Mən susum, o sussun, bu sussun, hamımız deyək ki, hərə özü bilər, olmaz belə şey. Bu nə əxlaqsızlıqdır, bu nə səviyyəsizlikdir. Qadın rəqqasə çağırardı heç olmasa. Oradakı qadınların kişiləri, yəni dırnaq arası kişiləri fikirləşmirlər ki, bu indi lap olsun cinsi azlıqdır, gəlib orada göbək rəqsi oynayır, lap tutaq ki də. Amma arxasını, orasını, burasını burcudur. Oradakı qadınlar buna balet eləyir. Bilməliyim valla. Yəni bunları bilərəkdən yığmamışam, amma mövzumuz da namus, qeyrət deyil, dostlar. Sadəcə həqiqətən də sırayla paylaşımlar namus, qeyrət məsələsində. Halit Ərgəncdən başladı, sonra 1000 dənə sevgilisi olan qızdan gəldi, çıxdı bura. Bu videoya çox şərh bildirmək istəmirəm. Kənardan belə baxdım, biraz Bülent Ersoy'a da oxşadı. Burada ancaq bir şey deyə bilərəm. Əuzubillahi minəşşeytanirracim. Səs yox, zövq yox. Amma yəni mənim qızım müğənni olmayacaq, bu 100%. Mənim qızlarım müğənni olmayacaq. Nəysə, Rəqsanə deyir ki, mənim qızım müğənni olmayacaq, 100%. Qızı bu neydi adı? Nəysə, da adı yadımdan çıxdı. O da deyir ki, əsla, yox, heç vaxt. Nəysə, bunu qoyduq bir kənara. Yəni, indi sözlərini tutmadılar, hər iki qızı çıxdı, mahnı oxudu, müğənnilik eləyirlər. Məni ən çox güldürən şərhdir, dostlar. Bir nəfər girib şərhdə yazıb ki, həqiqətən də düz deyibmiş, müğənni ola bilməyiblər. Bu cür axmaqları sizə göstərərək sizi əsəbləşdirdim, haqqınızı halal eləyin. Bunlara kimsə sözünü deməlidir, irad bildirməlidir. Yoxsa bırax axarına, qoy nə istəyirlər eləsinlər, qoy başqa insanlar görsün ki, bu şey yanlışdır, bu qınanılırsa deməli olmamalıdır, yanlış təbliğatdır. Neysə dostlar, bugünlük bu qədər, özünüzə yaxşı baxın, görüşərik, hələlik.